Bismillah, elhamdülillah, və salatu və selamu alə mən la nəbiyyə bə'də. Qardaşlar, bugün inşallah unudulmuş Quranın yenidən bərpası, əzbərin, yəni hifzin gücləndirilməsinin yolları barədə danışmaq istərdim. Əsas və bir neçə yolu barədə. Belə ki, Quran insan qəlbində ən böyük nemətlərdən biridir. Əgər insan onu unutduğunu hiss edirsə, bu ümidsizlik yox, yenidən qayıdış üçün bir fürsətdir. Yəni bərpa yolu isə tələsməklə yox, davamlılıq və sistemlə mümkündür, sistemli bir şəkildə. Yəni onlardan bir neçəsini qeyd edək. Məsələn, birinci yollardan sürətli və davamlı oxumaq. Yəni gündə təxminən 400-500 mushafdan sürətli oxumaq. Hətta 300 də olar. Məqsəd ilk mərhələdə yaddaşı yenidən oyatmaq və dili Quranın ritminə qaytarmaqdır. Daha sonra qaydalardan, yəni oxu hissiyatını aktivləşdirmək, yəni oxuyarkən göz görsün, dil oxusun, qulaq eşitsin. Bu həm diqqəti artırır, həm də yaddaşı möhkəmləndirir. Xüsusilə tələsmədən, amma ardıcıl şəkildə aramla gözəl oxumağa çalışmağa davam eləmək. Və qaydalardan həmçinin üçüncü qayda, məsələn, xətmi sistemli şəkildə, yəni xətm eləmək, amma sistemli şəkildə. Məsələn, hər həftə bir dəfə Quranı xətm etməyə çalışmaq. Hər həftə olmasa belə 2 həftədən bir, ən azı ayda bir dəfə. Bu qaydanı təxminən 2 ay və yaxud 3 ay, hətta 4 aya qədər davam etdirmək yaddaşın yenidən canlanmasına çox böyük təsir edir. Həmçinin qaydalardan, məsələn, əzbərdən mərhələli şəkildə qayıdış. Yəni bir müddətdən sonra əzbərdən, yəni yavaş və diqqətli şəkildə xətm etməyə başla. Burada da əsas məqsəd sürət yox, sabitlikdir. Və həmçinin səhvlərdən qorxma. Yəni səhvin varsa qorxma, səhv etsən belə dayanma. Əsas olan davam etməkdir. Unutma ki, yəni əzbər, hifz, səbr və təkrarla möhkəmlənir. Bir gündə yox. Davamlı şəkildə və vaxt lazımdır. Əhəbbül ə'məli ilallahi ədvamuhə və inqal. Allah Rəsul buyurur ki, Allaha ən xeyirli olan əməl az da olsa davamlı olandır. Həmçinin qaydalardan günlük təkrar sistemi, yəni gündə bir cüz, dostunla, müəllimlə, şeyxinlə, yarım cüzü isə müəllim və ya şeyx ilə dinlə və düzəlt. Bu həm nəzarət, həm də düzgünlük üçün çox önəmlidir. Və sonuncu deyək ki, 7-ci qayda dua və ixlas. Ən vacib hissədə qardaşlarım budur. Yəni dua və ixlas. Çünki Quran Allahın kəlamıdır və onun yardımı olmadan qəlbdə sabit qalmaz. Ona görə daim Allahdan yardım istəmək lazımdır. Yəni Quran təkrarla möhkəmlənər, səbir ilə qorunar, ixlasla bərəkətlənər. Unudulan Quran da geri qayıda bilər. Əgər insan səmimi şəkildə ona yönələrsə, Allah Subhanahu taala bizləri onun kitabını gözəl şəkildə öyrənib, əzbərləyib, gözəl şəkildə tilavət edənlərdən eləsin. Subhanəkəllah və bihamdik, nəşhədu ən la ilahə illə ənt, nəstəğfiruka və nətubu ileyh.